Emosiyalarınıza görə, diqqətinizə görə hər kəsə təşəkkür edirik. Bizim üçün fəxirdir ki, Soyuq Günəş filmi Azərbaycanda ən çox izlənən filmlərdən biridir. İyun artıq Azərbaycanda sevgililər günü kimi qeyd olunur və bunun da qəmli tarixçəsi var. Qanlı yanvar günlərindən bizə yadigardır həmin gün. İlhamla Fərizənin evləndikləri gün idi 30 iyun. Amma 20 yanvar onların ikisinin də həyatına son qoydu. Var Qusar restoranı həmin tarixi hadisəni Soyuq Günəş filmi ilə qeyd etdi. Mən təşəkkür edirəm o restoranın rəhbərliyinə. Bugün mənimlə bərabər bu gecəni yaraşığa gətirəcək iki gözəl xanım var. Soyuq Günəş filmində Yarğunat rolunun ifaçısı gözəl aktrisamız İranə Kərimovadır. Və Soyuq Günəş filmində bir mahnı səslənir Yarğunat adlı. Həmin mahnının gözəl ifaçısı Elvina Heydərova. Çok hoştu bugün sizinle bu mekanda olmak. İnşallah güzel bir akşam geçirmek ümidiyle. Çok sağ olun. Hər birinizi salamlayıram, axşamınız xeyir olsun. Və sizi görməyə çox şadam mən də.